Müşfiq müəllim, Zelenski bildirib ki, ümumiyyətlə heç bir ərazi güzəşti olmayacaqdır. Yəni bu məsələdə ümumiyyətlə belə deyək ki, tez-tez Avropa İttifaqı ölkələri və digər ölkələrə, yəni ekspertlər belə hesab edilir ki, burada ümumiyyətlə onların bu məsələyə qarışmasından, yəni onların öz maraqları var. Burada yəni eyhamı kimə vurur? Rusiyanı nəzərdə tutur, yoxsa Avropa ölkələrinin də bura eyni dərəcədə marağı olduğundan belə bir bəyanat veribdi Zelenski? Yox, bilirsiniz, Zelenskinin fikirləri, bəyanatı tam qanuna uyğundur, hüquqidir, anlaşılandır. Fərqi yoxdur. Yəni burada təbii ki, Amerika Birləşmiş Ştatları ilk növbədə Trump administrasiyası həmişə öz maraqlarını, Amerika Birləşmiş Ştatlarının maraqlarını nəzərə alaraq ərazi güzəştlərinə çağırır. Rusiya bu məsələdə heç bir güzəştə gedən tərəf kimi görünmür. Avropa İttifaqı isə bu məsələyə Ukrayna münaqişəsinə özünün təhlükəsizliyi kimi baxır. Yəni Ukrayna bu məsələdə qurban verilsə, ən böyük təhlükə deməli Ukrayna, Rusiya ilə Avropa İttifaqı arasında ən böyük bufer zona olan 603 min kvadrat kilometrlik ərazi deməli Rusiyanın nəzarətinə keçsə, o zaman deməli Avropa İttifaqının təhlükəsizliyi təhdid altına düşür. Məsələ burasındadır ki, bu məsələdə istər siyasətçilər olsun, istər ekspertlər olsun, bir qədər məsələyə Sinlər xanım, mən deyərdim ki, biliksiz yanaşırlar. Bilirsiniz, Ukraynanın ərazi məsələsini deməli proqnozlaşdırmaq üçün, bu münaqişənin gələcəyini proqnozlaşdırmaq üçün ilk növbədə Ukrayna Respublikasının konstitusiyasına nəzər salmaq lazımdır. Ukrayna konstitusiyasının 2-ci maddəsində qeyd edilir ki, Ukrayna unitar dövlətdir, onun ərazisi bölünməzdir, toxunulmazdır, ayrılmazdır. Eyni zamanda Ukrayna Konstitusiyasının 73-cü maddəsinin 2-ci bəndində qeyd edilir ki, Ukrayna Respublikasının ərazi quruluşuna dəyişiklik müstəsna olaraq ümumxalq səs verməsi yolu ilə həyata keçirilə bilər. Yəni, Ali Rada bu dəyişikliyi edə bilməz. Xalq bu referendumu keçirməlidir. Xalq isə görürsünüz də Ukrayna xalqı nə vəziyyətdədir. 10 milyondan artıq insan qaçqındır. Nə qədər ərazilər işğal olunur. Gündə minlərlə insan həlak olur. Ukrayna vətəndaşı döyüşlərdə həlak olur. Belə bir vəziyyətdə referendum keçirmək olarmı? Bu ki, Ukrayna Konstitusiyasının 102-ci maddəsinə görə Ukrayna prezidenti ölkənin ərazi bütövlüyünün və suverenliyinin təminatçısıdır. Ona görə də prezidentin belə bir addım atması istər-istəməz onun öz ölkə konstitusiyasını pozması deməkdir və onun devrilməsi ilə və barəsində cinayət işinin açılmasına gətirib çıxarar. Yəni Zelenskinin hansısa bir sənədə imza atıb Ukraynanın hansısa ərazisini başqa dövlətə vermək ixtiyarı, hüququ yoxdur. Və nəhayət Ukrayna Konstitusiyasının 157-ci maddəsində qeyd edilir ki, ölkə ərazisinin dəyişilməsi və müstəqilliyin ləğvi məsələsi heç bir halda referenduma çıxarıla bilməz. Fikir verin, 73-cü maddə deyir ki, bu referendumla həll olmalıdır. 157-ci maddədə isə qeyd edilir ki, heç bir halda referenduma çıxarıla bilməz. Yəni, bu mümkün deyil və heç bir halda da müzakirə predmeti ola bilməz. Ona görə də bu məsələdə ya kompromis tapılmalıdır, ya da konsensus. Putinin təklif etdiyi, yaxud Trumpın təklif etdiyi variantda isə heç bir kompromis yoxdur. Bütün bunlar birmənalı şəkildə yalnız və yalnız Rusiyanın xeyrinə olan təkliflərdir. Burada nə konsensus var, nə kompromis var. Rusiya deyir ki, siz öz ərazinizin Donetsk və Lugansk məndə qalsın, Xerson və Zaporojyenin bir hissəsini qaytararım. Bu isə o deməkdir ki, Rusiya öz sərhədlərinin kənarda bufer zona yaratmaq istəyir NATO-ya qarşı və düşmənin öz sərhədlərindən xaricdə qarşılamaq strategiyası bu Rusiyanın müdafiə doktrinasıdır, hərbi doktrinasıdır. Yəni, düşmənin öz sərhədlərindən kənarda qarşılamaq, mümkün qədər daha çox ərazilər tutmaq və xaricdə düşmənə qarşı mübarizə aparmaq.
bu baxımdan da sual oluna bilər. Sən Putin kimin ərazisini kimə bağışlayırsan və ya kimin ərazisini kimə güzəşdirirsən? Bu birisi nəyə bənzəyir? İşğal dövründə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə bir müddət oldu ki, ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycana təklif edirlər ki, elə Ermənistanın mövqeyindən çıxış edərək təklif edirlər ki, 3 və ya 4 rayonu qaytaraq, Azərbaycan Qarabağdakı qondarma rejim müstəqilliyini tanısın və başqa rayonlar da üstündə verin geçsin Ermənistana. Bax, bizə isə qalan orada güzəşt o 3 ya 4 rayon ola bilərdi. Yəni öz ərazimizi özümüzə güzəşt kimi təqdim edirlər bunlar. Bu da elə bir vəziyyətdir və ona görə də hesab edirəm ki, heç bir halda Zelenski bununla razılaşmayacaq və müharibə davam edəcək.